Qrammatika sözlərin bir-biri ilə əlaqəsini öyrənir. Sözlərin bir-biri ilə qrammatik əlaqəsini öyrənir. Biz bilməliyik ki, sözlər birləşərək ya söz birləşməsi, ya da cümlə yaradır və sözlər söz birləşməsi və cümlə yaradarkən iki cür əlaqəyə daxil olur. Məna əlaqəsinə, yəni semantik əlaqəyə və qrammatik əlaqəyə. Qrammatik əlaqəyə başqa sözlə sintaktik əlaqə də deyə bilərik. Yəni, qrammatika sözlərin bir-biri ilə məhz qrammatik əlaqəsini öyrənir. Sözlərin qrammatik əlaqəsini formalaşdıran ünsürlər bunlardır. Qrammatik şəkilçilər, bağlayıcılar, qoşmalar. Qrammatik əlaqəni formalaşdıran ünsürlər dedikdə, sanki sözü sözə birləşdirən, calayan, belə deyək, yapışqana bənzədə bilərik biz bunları. Məsələn, qrammatik şəkilçini biz yapışqana bənzədə bilərik. Misal üçün, mən kitab deyəndə heç nə başa düşülmür tam olaraq.